Biz tez-tez deyirik ki, Edison lampanı icad edəndə 1000 dəfə cəhd eləmişdi. İndi mən bəzi gənclərə, bəzi insanlara sual verirəm ki, neçə dəfə cəhd eləmişsən, deyir bir dəfə. İndi asan həyata, asan işə qaçmamaq lazımdır. Çünki insan rahat həyatı yaşadıqca rahatlaşır. Mən həmişə bir sözü çox vurğulayıram və sizə də tövsiyə edirəm. İnsan öz nəfsini ərköyün böyütməməlidir. Ərköyün tərbiyə eləməməlidir. Nəfs bir övlada bənzəyir. Siz onun nazı ilə çox oynasanız, onu o qədər ərköyün böyüdəcəksiniz ki, sonra başınıza bəla olacaq. İnsan daim öz nəfsi ilə mübarizə aparmalıdır, istəkləri ilə mübarizə aparmalıdır. Ağıl bizə nə üçün verilib? Ona görə verilib ki, biz ağıl süzgəcindən də məsələləri keçməliyik. Ona görə o mənada, yəni gənclər üçün çox geniş imkanlar var. Sadəcə çalışmaq, sadəcə səy göstərmək. Bəzən oturub deyir ki, indi bizdə çox geniş yayılmışdı ki, indi bizdə adamın olmalıdır mütləq. Mütləq pulun olmalıdır. Xeyr. Bəzi hallarda bu rol oynaya bilər, amma birazdan bunların heç biri olmayacaq. Pulun da olsa, adamın da olsa səni işə götürməyəcək. Çünki zaman onu tələb edir ki, işə aparan adam olmalıdır. Siz o işə aparan adam olmalısınız. Robin Sharmanın kitabında məşhur bir fikir var. Deyir, sizin ən güclü silahınız və ya sizin əlinizdən heç kimin ala bilməyəcəyi sərvət elmdir, savadlı bilikdir. Elmli bilikdə olandan sonra hər yerdə sizə ehtiyac olacaq. Olmayandan sonra o istədiyiniz nəticəni siz əldə edə bilməyəcəksiniz. Ceyhun müəllim, tələbələrimizdən belə bir sual var ki, siz öz üzərinizdə necə işləyirsiniz? Yəni bir rutininiz, strategiyavız var? Mən ümumiyyətlə demirəm, bunu tövsiyə edirəm. Mən işləməkdən doymuram, araşdırmaqdan, oxumaqdan da doymuram. O bir məşhur ifadə var, 7-24 təxminən bir rejimdir. Mən 6-cı gündə işləyirəm, bazar gündə işləyirəm. Yəni bunu özümü tərifləmək üçün yox, gənclərə onu təlqin etmək istəyirəm ki, gənclər zəhmətkeş olmalıdır. Məsələn, indi gənclərlə mən görüşürəm, hamısı 6 bazar istirahət eləmək istəyir çoxu. Siz gedin xaricdə baxın. Bax, o tanınmış şirkətlərin rəhbərləri çox heç gecə də yatmır. Tanınmış adamlar, liderlər, siyasətçilər. Yəni, məsələn, Elon Musk olsun, başqaları olsun, Steve Jobs olsun, digərlər olsun. Onların siz həyatına baxanda gündə ən azı 17 saat onların işlədiyini görürsünüz.